Salam dəyərli izləyicilər. Sizə gecənin jackpotunu çıxarmışam. Bir həyətdə 2 dənə ev. Həqiqətən çox böyük, geniş kvadratlı bir evdir. Bu evimizin girişdə belə bir zal hissəsi. Çox gözəl evdir dəyərli izləyicilər. Pəncərəsi birbaşa evimizin həyətinə baxır. Belə geniş zal hissəsi. Burada evimizin geniş bir yataq otağı. Şəxsi tikili evdir, kommunallara qaydasında. Bu da evimizin növbətli bir yataq otağı. Dövlət suyu da var, quyu suyu da var dəyərli izləyicilər. Sağda belə bir geniş mətbəx hissəsi yerləşir. Və keçək həyətə. Dəyərli izləyicilər, qapıdan girişdə belə bir geniş bir həyəti var. Ümumilikdə 3 sotdan ibarətdir. Bax, belənçi bir bisetkası var. Və gözəl belə bir bağ salıb ev sahibi. Çox səliqəli dəyərli izləyicilər. Kürsülü evdir. Belə göstərim sizə. Bu da dəyərli izləyicilər, evimizin növbəti otağı. Hal-hazırda tam aydın görsənmir. Yəni orada özün yaşa, bunu al ver kiraya. Çox gözəl təşkildir dəyərli izləyicilər. Belə qəşəng durnalar da var, heykəllər. Evimizdə hal-hazırda tikilən sanitar qovşaq var. Bu evimizin belə hamam otağı. Yəni belə deyim də, bir həyətdə 2 dənə evdir. Qiyməti 75 bin manata. Yəni belə bir fürsət yoxdur. Yerləşmə yeri Binə Safuz qəsəbəsi. Yanan Oban marketi ilə bir ərazi var. Oradan da gəlmək olur, məscid hissəsindən də gəlmək olur. Çox ideal yerdir dəyərli izləyicilər. Bu da evimizin növbəti sanitar, sanitariya otağı, hamam otağı. Allah xeyir versin.